Bərdə rayonunda Vətən müharibəsi şəhidi polkovnik leytenant Mehman Nərimanoğlu Qəmbərovun anadan olmasının 45 illiyi münasibətilə anım tədbiri keçirilib. Gençağaz xəbər verir ki, anım mərasimində Ağdam rayon İcra Hakimiyyətinin nümayəndəsi Samir Məmmədov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdürü Samir Səfərov, Bakı şəhər Gənclər və İdman İdarəsinin sektor müdürü Gündüz Vəliyev, şəhidin ailə üzvləri, anası Məryəm Qəmbərova, həyat yoldaşı Xuraman Qəmbərova, övladları Cihan və Nurlan Qəmbərovlar, qardaşı Cavid Qəmbərov, habelə şəhid mayor Emin Süleymanovun ailə üzvləri, General Perspektiv Akademinin təsisçi direktoru Pərvanə Vaqif qızı, eləcə də şəhid ailələri, qazilər, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər və ruhuna dualar oxuyublar. Mərasimdə çıxış edən Gündüz Vəliyev şəhid Mehman Qəmbərovla bağlı kövrək xatirələrini bölüşərək onun şərəfli döyüş yolunu gələcək nəsillər üçün əsl qəhrəmanlıq dərsi olduğunu vurğulayıb. Bugün Vətən müharibəsi şəhidi polkovnik leytenant Mehman Qəmbərovun 45 yaş tamam olur. Onun cənnətdəki ad günü və müqəddəs Qurban bayramı mübarək olsun. Ali Baş Komandanın rəhbərliyi altında Mehman Qəmbərov və onun silahdaşlarının qanı bahasına torpaqlarımız şükür Allah ki, işğaldan azad olundu. Milli qürurumuz bərpa olundu. Mən onun timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Evlatların ailəsinə Allahdan can sağlığı arzulayıram. Şəhid Elməddin Hüseynzadə adına General Perspektiv Akademinin təsisçi direktoru Pərvanə Vaqif qızı öz çıxışında şəhidin vətənimiz üçün gördüyü böyük işlərdən və fədakarlıqlardan bəhs edir. Şəhid polkovnik leytenant Mehman Qəmbərov şəhidliyinə qədər çox şücaətli, vətən üçün əvəzsiz xidmətləri olan bir döyüş yolu keçmişdir. O xatirələrdə bir qəhrəman olaraq qalacaq. Şəhidliyinə qədər etdiyi bütün xidmətlər Azərbaycan üçün əvəzsizdir. Şəhidin övladı Nurlan Qəmbərovaya verilir. Bugünün onun üçün həm çox ağır, həm də sonsuz qürur mənbəyi olduğunu dilə gətirib. Bugün şəhid polkovnik leytenant Mehman Qəmbərov şəhid olmasından 6 il ötür. Onun bugün 6-cı mövludunu qeyd edirik. Bir övlad kimi danışmaq mən üçün çox ağırdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Şəhidin qardaşı Cavid Qəmbərov isə çıxışını bütün şəhidlərimizin ruhuna dualarla tamamlayıb. Bugün qardaşım şəhid polkovnik leytenant Mehman Qəmbərovun cənnətdəki 6-cı mövlududur. 45 yaş tamam olur. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Bugün onların sayəsində Qarabağ torpaqlarını sərbəst şəkildə ziyarət edirik. Oradakı olan köhnə xatirələrimizi yad edirik. Bunların hamısı bizim Azərbaycanın mərd, igid oğlanları, şəhidlərimizin, qazilərimizin, veteranlarımızın, bu günlərin xidmət aparan hərbiçi, komandir və zabit əsgər heyətinin sayəsindədir. Onların həmimiz daima borcluyuq. Azərbaycan xalqı olaraq büyük bir şəhid qardaşı kimi o torpaqlarda yaşayan insanları görəndə elə bilirəm ki, qardaşım bizimlədir. Allah cəmi şəhidimizə rəhmət eləsin. Amin. Sonda şəhidin ailə üzvləri ilə xatirə fotosu çəkilib. Qeyd edək ki, polkovnik leytenant Mehman Nərimanoğlu Qəmbərov 2020-ci ilin oktyabrın 1-də 44 günlük vətən müharibəsi zamanı Füzuli rayonu istiqamətində gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə o, ölümündən sonra Qarabağ ordeni, Vətən uğrunda və Füzulinin azad olunmasına görə medalları ilə təltif olunub. Allah şəhidlərimizə rəhmət eləsin.